Kreatin əzələ inkişafına necə kömək eləyir? Kreatinin əzələ inkişafında təsiri bir neçə mexanizm üzərindən baş verir. Birincisi güc artımı. Elmi araşdırmalar göstərir ki, kreatin istifadə edən şəxslər daha ağır çəki qaldıra və daha çox təkrar edə bilir. Bu isə əzələyə daha güclü stimul deməkdir. İkincisi hüceyrə həzminin artması. Kreatin əzələ hüceyrəsindən su çəkir. Hüceyrə böyüyür və zülal sintezi texnik olaraq aktivləşmiş olur. Bu proses əzələnin böyüməsini sürətləndirir. Üçüncüsü bərpa. Araşdırmalar göstərir ki, kreatin məşqdən sonra əzələ zədələnməsini azaldır və bərpa müddətini daha qısaldır. Kreatin üstündə aparılan bir çox elmi araşdırmalar var. Kreatin idman qidalar arasında ən çox araşdırılmış maddələrdən biridir. Aparılan meta-analizlərdə 20-dən çox randomizə edilmiş kontrollü klinik tədqiqat birləşdirilib. Bu araşdırmalarda 700-dən çox iştirakçı yer alıb və tədqiqatlar 6-12 həftə davam edib. Nəticələr açıqdır. Əzələ gücü orta hesabla 8-14% artıb. Əzələ kütləsində statistik olaraq əhəmiyyətli artım müşahidə edilib. Ciddi yan təsir qeydə alınmır.